Salamlar. Mövzumuz litosfer tavalары, platforma və geosiqnallar, vulkan və zəlzələlərdir. İlk sualdan başlayırıq. İlk sualda deyir ki, zəlzələnin epicentri. Zəlzələnin epicentri bunlardan hansı adlandırılır? Ümumiyyətlə biraz zəlzələnin epicentri ilə bağlı məlumatlanaq. Zəlzələnin ocağı adlanır hipocentr. Bu gördüyünüz nöqtə. Hipocentr. Centr. Həmin o hiposentrın yer səthindəki proyeksiyası, yəni yer səthinə ən yaxın yerləşən, zəlzələ ocağına ən yaxın yerləşən yer səthindəki nöqtə isə adlanır epicentr. Epicentr. Ocağa ən yaxın yerləşən yer səthinə nöqtə olduğu üçün təkanlar da burada ən güclü şəkildə müşahidə edilir. A variantı məsələn deyir ki, dağıntılar ən az olduğu sahədir. Ən güclü müşahidə olunursa, dağıntılar da çox olacaq. Sonra zəlzələ əlamətləri müşahidə edildiyi sahə, burada da müşahidə olunur, burada da müşahidə olunur. Yəni nə fərq oldu? Bu getdi. Yerin daxilində zəlzələlərin yarandığı sahə, yerin daxilində zəlzələlərin yarandığı sahə adlanır hipocentr. Sonra zəif təkanların müşahidə edildiyi sahə. Zəif təkanlar müşahidə olunacaq biraz daha kənar ərazilərdə. O da getdi. Yer səthində təkanların ən güclü müşahidə edildiyi sahə. Doğru cavab Y variantı adlanır. Bunu əslində biraz əvvəl dedim, amma biraz daha aydınlaşdıraq. İkinci sualda bizdən nə soruşur? İkinci sualda bizdən soruşur ki, 4 yarımkürədə yerləşən litosfer tavalары. Gəlin bunları xəritə üzərinə baxaq. Xəritə üzərində əslində cavabı burada deyim, yəni sonra xəritə üzərinə baxarıq. Burada doğru cavab ilə Afrikanın Sakit okeanıdır. Bunu xəritə üzərində bir baxsaq görəcəyik ki, bu litosfer tavalarını həm ekvator xətti, həm də ki 0 və yaxud da 180 dərəcəlik meridianlar kəsir. İndi bu litosfer tavalары xəritəsinin üzərində həm ekvator xəttini, həm də bu 0 dərəcə meridian və 180 dərəcə meridianı çəksək, təxmini görəcəyik ki, hansı materik, litosfer tavalары 4 yarımkürədə yerləşir. Bu 0 dərəcədir. Bu ekvatordur. Ekvator. Bu da 180 dərəcəlik meridiandır. Burada baxanda görürəm ki, Afrika həm şimalda yerləşir, həm cənubda yerləşir, həm şərq yarımkürəsində, həm də qərb yarımkürəsində. 0 dərəcə meridiandan şərqdə şərq yarımkürəsidir, qərbdə qərb yarımkürəsidir, ekvatordan şimalda şimal, cənubda cənub yarımkürəsidir. Sakit okean tavasına baxanda da görürəm ki, Sakit okean tavası elə həminki qaydada şimal, qərb, cənub və şərq yarımkürəsində yerləşir. Burada bir xırda məqam var ki, 180 dərəcə meridiandan qərbdə şərq yarımkürəsidir, şərqdə qərb yarımkürəsi yerləşir. Cavabımız ikinci sualda olmuşdu A variantı. Üçüncü suala keçirik. Cənub yarımkürəsində yerləşən vulkanlar. İlk öncə biz burada cavaba baxaq. Ondan sonra xəritə üzərində göstərərək vulkanları. A variantında deyilir ki, Fudziyama. Fudziyama vulkanı Yapon adalarında yerləşir və ekvatordan şimaldadır. Bunu çıxdıq. Hekla ilə həmçinin. Sonra B variantına baxırıq. B-də Etna. Etna vulkanı şimalda yerləşir. Hekla ilə həmçinin. Sonra Cotopaxi vulkanı, Kilimanjaro, Erebus. Bu variant qalsın. D-də isə Vezuvi, Etna və Krakatoa. Vezuvi və Etna şimalda yerləşir. Y variantında Vezuvi, Kilimanjaro və Fudziyama. Vezuvi və Fudziyama şimal yarımkürəsində yerləşir. Amma Cotopaxidir, Kilimanjarodur, Erebusdur. Bunlar ekvatordan cənubda, yəni cənub yarımkürəsində yerləşirlər. Xəritə üzərində bir baxaq bunlara. İndi sualda adı çəkilən vulkanlara bir baxacaq yerinə, amma ilk öncə həmin o sualdakı doğru variantdakı vulkanlara baxaq. Deməli, orada var idi Cotopaxi vulkanı. Cotopaxi vulkanı yaxınlaşdırım, bu ərazidə yerləşir. Ondan sonra Cotopaxidən sonra var idi Kilimanjaro vulkanı. Kilimanjaro Afrikanın ən hündür dağı sayılır həmçinin. Kilimanjarodan sonra o ərazidə var idi deməli Erebus vulkanı. O variantda daha doğrusu. Erebus və Terror Antarktidanın vulkanlarıdır.
Buradan ən cənubda yerləşir. Yəni ekvatordan cənubda, ekvator xətti bu xətti, ondan cənubda da yerləşirlər. Bu 3 variantda. Məsələn, adı çəkilən vulkanlardan Fudziyama var, Yapon adalarında yerləşir və Aso da oradadır. Sonra Etnadır, Vezuvidir, Hekladır və yaxud və sair və axır. Bu vulkanlar artıq şimal yarımkürəsində yerləşir, cənubda yox. 4-cü sualda deyilir ki, cavan platformaları müəyyən edin. Burada cavab B variantıdır. Qərbi Sibir və Turan. Yəni bunu artıq əzbər bilmək lazımdır. Cavan platformalar. Digər variantlara baxanda, məsəl üçün, Şərqi Avropadır, Sibirdir, yenə Şərqi Avropadır, yenə Sibir, Hindistan, Braziliya. Bunlar qədim platformalar sayılır. Turan cavan platformadır. Afrika Ərəbistan da qədim platformalar sayılır. Keçirik 5-ci suala. 5-ci suala bayaq xəritə üzərində baxdıq. Burada biz gördük ki, Cənub yarımkürəsində yerləşən vulkanlar Kotopaxidir, Kilimancarodur, Erebusdur. Yəni bu variantları çıxdaş etsək, cavabımız ortaya çıxır. Kilimancaronu çıxdıq. Sonra Erebusu çıxdıq. Yenə Kilimancaronu, yenə Erebusu. Sadəcə Kilimancaro və Erebusun Cənub yarımkürəsində olduğunu bilməklə E variantının şimal yarımkürəsində yerləşən vulkanlar olduğunu bildik. Elə bu vulkanlara da xəritə üzərində baxmışdıq bayaqlar. Sonra 6-cı sual. Burada deyir ki, zəlzələlər yer qabığının hansı sahələrində daha çox baş verir? A-da deyir, cavan dağlarda. Gəlin E variantından yuxarıya gedək. Qədim platformalar burada artıq sabit, yəni hərəkətsiz hissələrdir. Bu ərazilərdə zəlzələlər olmur. D-də də elə həmçinin qədim dağlarda da zəlzələlər nadir hallarda müşahidə olunur. C-də akkumulyativ düzənliklərdə. Akkumulyativ düzənliklər çayların daşınması nəticəsində, yəni suxular daşınması nəticəsində yaranır. Qalsın. B-də deyir ki, litosfer tavaların mərkəzlərində. Litosfer tavaların mərkəzi hissələri platformalara uyğun gəlir. Platformalarda da zəlzələlər o qədər sıx müşahidə olunmur. Litosfer tavalarının sərhədləri olsaydı əsas, onda olacaqdı doğru cavab. Düzənlik ərazilərdə də o qədər çox müşahidə olunmur, amma cavan dağlarda daha çox zəlzələlər baş verir. 7-ci sual. Seysmik qurşaqların müvafiq gəldiyi sahələr. Seysmik qurşaqların müvafiq gəldiyi sahələr. Ada deyir ki, qədim platformaların enmə zonaları. Qədim platformaların enmə zonaları ən yaxşısı bir baxaq. Qədim platforma enmə zonaları. Bura qrabenlərə uyğun gəlir. Seysmiklik müşahidə olsa da seysmik qurşaq deyə bilmərik biz buna. B-də litosfer tavaların toqquşma və ayrılma sərhədləri ilə bayaqki sualda dediyimiz uyğundur. Seysmik qurşaqların müvafiq gəldiyi sahə. Seysmik qurşaqlar deyəndə bir necə deyim, zona, məsəl üçün Alp-Himalay dağ qurşağı, Ant-Kordilyer dağ qurşağı, sonra Sakit Okean otu qövsü, Orta Okean silsilələri, bunlar seysmik qurşaqlardır. Buna uyğun gələn də B variantıdır. Litosfer tavaların toqquşma və ayrılma zonaları. C-də isə deyir ki, platformaların mərkəzi hissələri. Dedik axı, seysmiklik o qədər müşahidə olunmur. Geniş düzənliklər və qədim dağlar. Geniş düzənliklər də qədim dağlarda platformaların mərkəzinə uyğun gəlir. Y-də litosfer tavaların mərkəzi hissələri. Yəni bayaqki kimi. Bu da doğru deyil. Cavabımız B variantı oldu. Qədim platformalarda filiz faydalı qazıntılarının olmasının səbəbi. A variantı uyğun gəlir. Kristallik bünövrənin səthə yaxın yerləşməsi. Kristallik bünövrə səthə yaxın yerləşdikdə filiz faydalı qazıntılarına zəngin olur. B-də misal üçün deyir ki, vulkan və zəlzələlərin olmaması, bunun elə bir şey əlaqəsi yoxdur. Filiz faydalı qazıntılarına. Sonra çökmə mənşəli üzvü suxurların çox olması. Filiz faydalı qazıntı çökmə mənşəli deyil zaten, maqmatik mənşəlidir. D-də deyir ki, seysmik hadisələrin baş verməməsi. Bunun da seysmikliklə bir əlaqəsi yoxdur. Tektonik hərəkətlərin intensiv olması. Bu da uyğun deyil. 8-də cavabımız oldu A variantı. İndi keçirik 9-cu suala. Burada deyir ki, platformalara aid olan əlamət. A variantı deyir. Əsasən Kaynozoy erasında yaranıb. Platformalar cavanlı, qədimli Kaynozoy erasında yaranmayıb. Cavan platformalar Paleozoy erasında,
Qədim platformalar isə Kriptozoy eonunda, yəni arxeik və protezoy eralarında yaranmışdı. Sonra B variantı. Hündür dağlıq relyef üstünlük təşkil edir. Hündür dağlıq yox, alçaq dağlıq, orta dağlıq relyef üstünlük təşkil edir platformalarda. C-də. Səthləri əsasən çökmə suxurlarla örtülmüşdür. Bu doğrudur. Üstündə çökmə suxurdur, aşağısında isə ana suxur. Yəni kristalik bünövrə görünür platformalarda. D variantı deyir ki, zəlzələlər tez-tez baş verir. Zəlzələlər nadir hallarda baş verir platformalarda. E variantı güclü vulkan püskürmələri müşahidə edilir. Xeyr, güclü vulkan püskürmələrdə bir qədər seysmiklik çox olan zonalara uyğun gəlir. 10 sual. Yer kürəsinin fəal seysmik zonaları. Qazaxıstan Xırda təbəlliyü və Qərbi Sibir verilib. Qərbi Sibir platformadır. Yəni burada fəal seysmiklik müşahidə oluna bilməz. Ural dağları qədim dağlardır. Müşahidə edilə bilməz. Şərqi Çin düzənliyi ilə platformaya uyğun gəlir. Sonra Cənubi Afrika. Cənubi Afrika qədim dağlarla zəngindir. Yəni fəal seysmikliyi müşahidə olunmur. Hind-Qanq ovalığı da Dekan yaylası burada yerləşir. Yəni platforma sahəsinə uyğun gəlir Hind-Qanq ovalığı. Əslən toqquşma zonasına yaxındır. Bu qalsın. D variantı uyğundur. Alp-Himalay dağ qurşağı, fəal seysmikliyi müşahidə olunur və Sakit Okeanın odlu qövsü. Bunları əlavə edərik. Antkardler dağ sistemini, bir də Orta Okean sıra dağlarını. E variantında Amazon ovalığı və Kap dağları verilib. Amazon ovalığı platforma mərkəzinə uyğun gəlir, böyük düzənliklərdir. Kap dağları da qədim dağlardır. 11-ci sual. Geosinklinal adlanır. Litosferin nisbətən sabit və möhkəm hissələri. Yox, bu deyil. Geosinklinal daha mütəhərrikdir. Sabit və möhkəm hissələr platforma adlanır. B-də. Yer qabığının çökmə suxurlarla örtülü olmayan düzən sahələri. Bu geosinklinal deyil. Sonra C. Platformanın qalxan hissələri. Platformanın qalxan hissələri sipər adlanır. 11-ci sual D variantı. Yer qabığının cavan mütəhərrik hissələri. Ən uyğun tərif budur geosinklinala. Yer qabığının ən sabit sahələri isə platformalardır yenidən. 12-yə baxırıq. Bayaqki sualda əslən bunu cavablandırdıq. Qalxan və yaxud da sipər adlanır. Qalxan və yaxud da sipər platformalarda kristalik bünövrənin yer səthinə çıxdığı hissələrdir. Digər variantları oxumuram. Vaxtımız çox getməsin. Sonra 13-cü sual. Krater adlanır. Krater vulkan konusunun zirvəsindəki qıfşəkilli çökəkliyə deyirik. Vulkanın yuxarısındakı həmin o dairəvi hissəyə. Buna qıfşəkilli çökəklik, zirvədəki qıfşəkilli çökəklik deyirik. Sonra 14-cü sual. Vulkanizm. Vulkanizm püskürmə materialların səthdə yaratdığı təpələr, bu yox. Maqmanın yer qabığı daxilində soyması, bu da bir prosesdir, vulkanizm prosesinə aiddir. Vulkanizm prosesi, buradakı variantlardan ən uyğun gələn maqmanın püskürərək yer səthinə çıxmasıdır variantıdır. Bu vulkanizm prosesidir, vulkanın baş verməsi. Bu zaman onun hamısı çıxmır təbii ki, müəyyən hissəsi qalır, daxildə soyuyur, müəyyən hissəsi çıxa bilir və s. Bu artıq ayrı prosesdir, yəni digər variantlar ümumiyyətlə uyğun gəlmir. 15-ci sual. Palçıq vulkanları ən çox müşahidə edilir. Palçıq vulkanları, buna psevdovulkanizm deyirlər, yəni yalançı vulkanlar. Ən çox müşahidə olunur neftli, qazlı sahələrdə. Neftli qazlı sahələrdə ümumiyyətlə yer üzündəki palçıq vulkanlarının yarısı Azərbaycanda, Abşeron yarımadası və ona yaxın ərazilərdə yerləşir. Digər variantları oxumağa belə ehtiyac yoxdur. Vaxt itirməmək üçün. 16-cı suala baxırıq. Burada deyilir ki, litosfer tavalarının sərhədlərində yaranır. Litosfer tavalarının sərhədlərində toqquşma və ayrılma, konversiya və yaxud da diversiya hadisələri baş verir. Konversiya zamanı dağlar yaranırdı, diversiya zamanı isə Orta Okean sıra dağları yaranırdı. Bir variantlara baxaq.
A variantında deyirik ki, qırışıq dağlar, qədim yayalar. Bəli, atmosfer tavalarının toqquşma sərhədində qırışıq dağlar yaranır. Amma qədim yayalar platformalara uyğun gəlir. Tavaların toqquşma, yəni tavalarının sərhədlərinə yox, mərkəzi hissələrinə. B-də yazıb qırışıq dağlar, dərin okean çökəklikləri. Bu tamamilə doğru variantdır. Dərin okean çökəkliklərdə bu tavalarının sərhədlərinə yaxın yerləşir. C-də orta okean sıra dağları. Bu uyğundur. Orta okean sıra dağları doğrudur. Doğru cavabdır. Amma şahid dağlar yox. Şahid dağlarda platformaların mərkəz hissələrinə, yəni litosfer tavalarının mərkəz hissələrinə uyğun gəlir. Sonra D-də deyir ki, qədim dağlar. Qədim dağlar yox. Onlar da platformalara və litosfer tavalarının mərkəz hissələrinə uyğun gəlir. Dərin okean dağları doğrudur. Y-də isə deyilir ki, bunları xəttiyək. Orta okean sıra dağları və abyssal düzənliklər. Orta okean sıra dağları yenə doğrudur. Abyssal düzənliklər yox. Abyssal düzənliklər də okeanların tərkibindəki düzənlik ərazilərdir. Yəni burada ciddi bir hərəkətliyi müşahidə olunmur, həm də ki, bu sərhədlərdən uzaqda qalırlar. 17-ci sual. Deyirəm, təklif edirəm E variantından yuxarı doğru gedək. Çünki cavab burada A variantıdır. Paleotektonik ərazilərdə yerləşən ölkələr. Paleotektonik, yəni qədim tektonik, qədimdə baş verən tektonik hadisələrə uyğun gəlir. Neotektonik olsaydı əgər, günümüzdə baş verən tektonik hadisələrə uyğun gələrdi. Paleotektonik ərazilər Kaynozoya qədər baş vermiş tektonik proseslər, yəni burada baş verən, yaranan dağlar paleotektonikə aiddir. Amma neotektonikdə yalnız Kaynozoyda baş verən dağılma gəlmə prosesləri müşahidə olunur. Y variantında ən adisindən Yeni Zelandiya uyğun gəlmir. Sakit Okean odu qövsündə yerləşir çünki. Məsəl üçün D variantında İran. İranda dağılma gəlmə prosesləri baş verir. Hindistanda dağılma gəlmə prosesləri baş verir hazırda da. C-yə baxırıq. C-də İtaliya var. İtaliyada alt dağları yerləşir. Neotektonik prosesdir bu da. İranda, İranın şimalında Elbrus, cənubunda isə Zagros dağları yerləşir. B variantına baxıram. Nepal. Nepalda da neotektonik proseslərdir. Himalay dağları burada yerləşir. Hindistan, Nepal sərhədinə demək olar. Digər variantlar necə deyim, bir-bir xırdalamağa ehtiyac yoxdur. Bunların birini çıxlaş elədirsə, digərinə baxmağa ehtiyac yoxdur. Norveç. Skandinav dağları burada yerləşir. Norveç ərazisində. Norveçdə yerləşir. Skandinav dağlarda qədim, yəni paleotektonik əraziyə uyğun gəlir. Keçmişdə baş vermiş qırışıqlar nəticəsində yaranıb. Avstraliya Alpları bu əraziyə yerləşir. Onlar da qədim dağlardır. Ən hündür zirvəsi Kosciuszkodur. İrlandiyaya biz Grampian dağlarını deyək, yox, üzr istəyirəm. O Böyük Britaniya ərazisində. İrlandiyada da neotektonik proseslər baş verməyib. Bunu da aid edə bilərik. Sonra Belçika. Belçikada neotektonik proseslər yoxdur. Yalnız və yalnız paleotektonik proseslər nəticəsində bu ölkələr uyğun gəlir. 18-ci sual. Platformalara aid olan əlamət. A variantına baxırıq. Deyir ki, güclü vulkan püskürmələri müşahidə edilir. Tavaların sərhədinə uyğun gəlir. Platformalar tavaların sərhədinə yox, tavaların mərkəzi hissələrinə uyğun gəlir. A variantı belə getdi. B. Hündür dağlıq relyef üstünlüyü təşkil edir. Hündür dağlıq relyef yox, orta dağlıq, alçaq dağlıq relyef üstünlüyü təşkil edir. Bu da doğru deyil. C-yə baxırıq. Əsasən Kaynozoy erasında yaranmışlar, çökmə süxurlarla örtülür. Platformalarla bağlı, bayaq bunu demişdim, yenə təkrar edirəm. Qədim platformalar yaranıb Kimbriyə qədərki dövrdə, yəni Kritozoy iyununda, bura aid arxeoprotozoy eraları, amma cavan platformalar isə yaranmışdı Paleozoyda, yəni Kaynozoy ilə bir əlaqəsi yoxdur, cavan platformaların belə. D. Zəlzələlər tez-tez olur. Qədim geoloji tarixə malikdir. Zəlzələlər tez-tez olmur platformalarda. Y variantına baxırıq. Kristallik bünövrəyə malikdir. Səthlər əsasən çökmə suxurları örtülmüş olur. Bu düzdür. Demişdik axı, platformalar əsas iki hissədən ibarətdir.
səthi çökmə suxur, aşağısı çökmə suxurun altında isə kristallik bünövrə hakim var. 19. Platformanın əsas əlamətləri. A variantına deyilir ki, kristallik bünövrə və örtük qatlarından ibarətdir. Geoloji yaşına görə cavan və qədim olur. Bu tamamilə doğrudur. B variantına baxırıq. Deyir, mütəhərrikdir, yəni hərəkətlidir. Bu uyğun deyil. C-də deyir ki, geniş seysmik ərazilərdir. Seysmiklik gördüksə platformada, bu yanlışdır deməli. Seysmik deyil, sabit ərazilərdir. Davamını oxumağa ehtiyac yoxdur. D-də intensiv tektonik hərəkətləri müşahidə olunur. Mezozoy və Kaynozoy eralarında əmələ gəlmişdir. Mezozoy və Kaynozoy eralarında əmələ gəlməyib, intensiv tektoniklikdə müşahidə olunmur. Y. Əmələ gəlmişdir dedik axı. Ən cavanlar Paleozoyda, ən qədimlər isə Kimbriyə qədərki dövrdə, yəni arxeik və proterozoyda platformalar yaranmışdır. Y. Bünövrəsi maqmatik suxurlardan təşkil olunmuşdur. Seysmik cəhətdən fəal, hamar ərazilərdir. Seysmik cəhətdən fəal gördüksə, deməli bu yanlışdır. 20-ci suala baxırıq. Burada deyir ki, qədim platformalara aid olan əlamətlər. Deyir ki, platformalar cavan ola bilər, qədim ola bilər. Birinciyə baxırıq. Kristallik bünövrələri Mezozoy erasında yaranmışdır. Qədim platformaların kristallik bünövrələri Mezozoyda yox, Kimbriyə qədərki dövrdə, yəni arxeik və proterozoyda yaranmışdır. Bir səhvdir, birinin olduğu variantlarda səhv götürürük. 2. Səthində əsasən düzənliklər formalaşır. Bu tamamilə doğrudur. 3-yə baxırıq. Filiz faydalı qazıntılar səthə yaxın yerləşir. Bəli, burada bəzi ərazilərdə qalxanlar var. Buna sipər də deyirik. Həmin ərazilərdə faydalı qazıntılar da səthə yaxın yerləşir. 4-cüyə baxırıq. Fəal seysmik qurşaqda yerləşir. Fəal seysmik qurşaqda yerləşmir bu ərazilər. 4-də doğru deyil. 4-ün olduğu A variantı var, onu da sildik. 5-ə baxırıq. Kristallik bünövrə və çökmə suxur örtüyündən ibarətdir. Bu tamamilə doğrudur. Qədim platformalar kristallik bünövrə və çökmə suxur örtüyündən ibarət olurlar. Ümumiyyətlə, bütün platformalar. Sonra 6. Maqmatik suxurlar çökmə suxurun üzərində yerləşir. Onun sıralaması ilə deyildir. Onun sıralamasında çökmə suxuru yuxarıda. Belə deyək də, çökmə suxuru yuxarıda. Onun altında isə artıq kristallik bünövrə, yəni maqmatik suxurlar yerləşir. Bu da doğru deyil. Cavabımız olur 2, 3, 5, Y variantı. Keçirik növbəti suala. Qədim platformalarda filiz faydalı qazıntıların daha çox olmasının səbəbi. A. Seysmik hadisələrin sabitləşməsi. Yox, bunun elə bir əlaqəsi yoxdur. B. Çökmə suxurların dərində yerləşməsi. Çökmə suxurlar dərində yox, üzdə yerləşir. C. Çökmə üzvü suxurların çox olması. Üzvü suxurlarla filiz faydalı qazıntıların bir əlaqəsi yox idi. D. Kristallik özülün səthə yaxın yerləşməsi. Bu tamamilə doğrudur. Kristallik özül, kristallik bünövrə və yaxud da səthə yaxın yerləşir. Yerdə deyir ki, tektonik hərəkətlər intensiv olması. Tektonik hərəkətlər platformalarda intensiv deyil. 22-ci sual. Seysmik hadisələr hansı sahələrdə daha fəaldır? Burada yazıb A variantda faylı dağlar. Faylı dağlar qədim dağlar deməkdir bir növdə. Mənşəyinə görə dağları böləndə 3 cür bölürdükdə qırışıq dağlar, qırışıq faylı və faylı dağlar. Faylı dağlar qədim dağlarda, yəni faylı dağlar qədim dağlara uyğun gəlir. Bu ərazidə seysmik hadisələr daha fəal olmayacaq. B-yə baxırıq. Platformaların əyilmə sahələrində. Ümumiyyətlə, platformaların nə əyilmə, nə qalxan sahələrində seysmik hadisələr o qədər fəal deyil. D-də deyir ki, litosfer havaların sərhədlərində, bəli, bu ərazilər çox hərəkətli sahələrdir, fəal ərazilərdir. Y variantı deyir ki, bütün denudasiya düzəlirdi. Denudasiya baş verirdi dağlıq ərazilərdə, daha çox
platformaların dağlı ərazilərinə uyğun gəlir. Özdə bu demografik proseslərinin çox sürətlə getdiyi ərazilər. 23-cü suala baxırıq. Şərqi Avropa, Avstraliya və mərkəzi düzənliklərdə vulkanların olmamasının səbəbi. Vulkanlar, biz vulkanların xəritəsinə baxsaq, fikir verərik ki, onlar litosfer tavalarının sərhədinə yaxın yerləşirlər. Onda bir variantlara baxaq. Deyir ki, çökmə suxurlar çox qalındır. Bunun bir əlaqəsi yoxdur. Qədim platforma sahələridir. Bəli. Bu ərazilərdə yoxdursa, deməli bunlar qədim platforma sahələrinə uyğun olmalıdır. Burada hərəkətlilik yoxdur. Məsələn, Y variantı deyir ki, litosfer tavalarının sərhədində yerləşir. Şərqi Avropa, Avstraliya, mərkəzi düzənliklər, bunlar litosfer tavalarının sərhədində yerləşsəydi, vulkanlar olardı. Olmamasının səbəbini izah etməzdik biz burada. Sonra D. Geosinkron sahələrdir. Geosinkron sahələrdir. Kristallik bünövrə yoxdur. Özdə Şərqi Avropa, Avstraliya, mərkəzi düzənliklər platformaya uyğun gəlir. Kristallik bünövrə var, odur ki. 24-ə baxırıq. Vulkan püskürmələrinə yer qabığının hansı hissələrində rast gəlinmir? Vulkan püskürmələrinə. A-da deyir, adalar qövsündə və hündür dağlarda. Gəlin Y variantına gedək. Litosfer tavalarının konvergent sərhədlərində. Konvergent toqquşma ərazilərdir. Burada müşahidə edilə bilər. D-yə baxırıq. Cavan dağlarda və rift zonalarında. Burada da müşahidə edilə bilər. C-yə baxırıq. Litosfer tavalarının divergent sərhədlərində. Burada çox müşahidə olunur, həddən ziyadə. Orta okean sıra dağları. B-yə baxırıq. Litosfer tavalarının daha qədim, mərkəzi hissələrində. Bəli, bu ərazilərdə müşahidə olunmur. A-da da deyir ki, adalar qövsündə, hündür dağlarda. Adalar qövsü Sakit Okean oddu qövsündə xeyli adalar qövsü var. Bu ərazidə bu qədər, yəni aktiv vulkan var ki, 25-ci sual. Vulkanik mənşəli İslandiya adasını Kuril adasından fərqləndirən əsas cəhət. A. Materik və okean tavalarının toqquşma zonasına yaranır. İslandiya adası litosfer tavalarının ayrılma zonasına uyğun gəlir, diversiya zonasına uyğun gəlir. Yəni toqquşma zonasına uyğun gəlmir ümumiyyətlə. Materik tavalarının toqquşmasından əmələ gəlməyib. Ümumiyyətlə tavalarının ayrılmasından əmələ gəlib. Sonra C. Tavalarının bir-birindən uzaqlaşma zonasına əmələ gəlib. Doğru cavab da elə budur. D-də deyir ki, okean tipli litosfer tavalarının toqquşma sərhədinə uyğun gəlir. Toqquşma deyil, ayrılma zonasında yerləşir İslandiya adası. Şimal və şərq yarımkürələrində yerləşir. Xeyr, şimal yarımkürəsində yerləşir, amma qərb yarımkürəsində də yerləşir. Şərqdə yox. 26-cı suala baxaq indi. Quruda və okeanın dibində sıra dağların əmələ gəlməsinin əsas səbəbi. Sıra dağların əmələ gəlməsinin əsas səbəb yerin daxili qüvvələrin təsiridir. Litosfer tavalarının hərəkətidir, yəni. Litosfer tavaları atmosfer üzərində hərəkət etdikcə onlar ya toqquşur, ya ayrılır. Ayrılıqda okean dibində sıra dağlar yaranır. Toqquşduqda isə quruda dağlar yaranır və yaxud da adalar qövsü və s. yaranır. Cavab elə burada C variantıdır. Biraz tez-tez keçmək lazımdır. İndi, sxemdə verilən qırışıqlıq formalarını müəyyən etməyimizi istəyir. Bu ərazilər fikir verirsiniz, elastikliyini itirməyib. Yəni, qırılma yoxdur bu ərazilərdə. Qırılma yoxdursa, deməli, Horst və Graben də olmayacaq. Horst və Graben ümumiyyətlə uyğun gəlmir. Horst və Graben platformalardakı həmin o qalxma əməlləri deyirdik. Burada isə sanki bir xalçanı bir ucundan tutub silkələmişəm, dağıqlanıb. Və yaxud da sağdan soldan bir kağız elə bil düşünün. Bunları bu istiqamətdə həm sağdan, həm soldan sıxıram. Bunlar belə əyri-üyrülüyə məruz qalır. Yəni elastikdir bu ərazilər. Deməli, elastikdirsə cavandır.
Birlə göstərilən ərazi adlanır. Qalxmaya uyğun olaraq bu geosignal ərazilərdə antiklinal, 2 ilə göstərilən bu enmə baş verən ərazidə adlanır sinklinal. 27-də cavab B. 28. Təqdim olunan sxemdə rəqəmlərə müvafiq olaraq nə əks olunmuşdur? Bayaq birinci sualda səhv etmirəmsə, zəlzələnin ocağı və onun yer səthinə proyeksiyasından danışmışdıq. Zəlzələnin ocağı necə adlanırdı? Hipocentr adlanırdı. Onun yer səthindəki proyeksiyası isə adlanırdı epicentr. Cavab A variantıdır. Bunu bir dəfə izah etmişəm, çox üstündə qalmayacam. 29-cu sual. Sxemdə verilən suxur laylarının yatım forması hansı ərazilər üçün ərazilərdə daha çox yayılmışdır? Bu Graben və Horsta uyğun gəlir. Bu ərazi Graben, bu ərazi də Horst uyğun gəlir. Bu tip qırılma əsasən müşahidə olunur Şərqi Afrikada və Şimali Amerikada da Kaliforniya ərazisinə uyğun gəlir. Kaliforniya yarımadası ərazisinə uyğun gəlir. Bu tip Horst və Grabenlər quruda. Görürəm həmin variantlardan hansı uyğun gəlir. Şərqi Afrika var. 29-da cavab A variantı oldu. 30-cu sual. Zəlzələ və vulkanların baş verməsi ehtimalı çox olan yarımada və adalar. Zəlzələ və vulkanların baş verməsi. Ən birinci baxırıq A variantına. Kore yarımadasında zəlzələ baş verə bilər. Sakit Okean Okeanusunun yaxın yerləşir. İrlandiyaya baxırıq. İrlandiyada yox, İrlandiya materik tipli adadır. Ümumiyyətlə orada vulkanizm prosesi o qədər də müşahidə olunmur. Bir də Taymır yarımadası var. Taymır yarımadası olduqca sakit. Yəni platformaya uyğun gələn bir ərazidir. B-yə baxırıq. Kalimantan. Kalimantan çox fəal ərazidir. Bu ola bilər. Florida yarımadası. Florida yarımadası sabit ərazidir əslində. Burada o qədər də zəlzələ və yaxud da vulkanizm prosesi baş vermir. Kola yarımadası çox sabit ərazidir. C-yə baxırıq. Madagaskar. Madagaskarda da zəlzələ və yaxud da vulkanizm zonasına uyğun gəlmir. Elə həmçinin Ərəbistan da uyğun gəlmir. Elə burada ən uyğun variant belə görünür ki, D variantıdır. Kamçatka, yəni Sakit Okean Okeanusunun yaxınlığında yerləşir. Yava adası elə orada yerləşir. Yeni Zelandiyada da Sakit Okean Okeanusunda yerləşir. E variantına baxanda isə Böyük Britaniya uyğun gəlmir. Böyük Britaniyada güclü zəlzələ və yaxud da vulkanizm prosesləri baş vermir. Cavabımız D variantı. 31-ci suala baxırıq. Burada deyir ki, Sakit Okean qurşağına yerləşən vulkanlar qrupunu müəyyən edin. İlk öncə biz təxmini olaraq göstərək, Sakit Okean qurşağı hara uyğun gəlir. Sakit Okean qurşağı deyəndə Avrasiya materikinin şərqi, həmçinin bir qədər də bu gəlir düşür Şimali Amerika materikinin qərb hissələrinə, yəni bu aralığa düşür. Sakit Okean qövs adlandırılır bu ərazi. Orada yerləşən, gördüyünüz bu zonadakı vulkanlarda həmin o Sakit Okean qurşağına yerləşən vulkanlar qrupunu təşkil edir. İndi burada bir-bir bu vulkanlara baxsaq görək, bu əraziyə, həmin o göstərdiyim əraziyə uyğun gələnlər hansılardır? Birincidə bizə deyir ki, Hekla. Hekla vulkanı görürəm ki, İslandiyadadır. Ümumiyyətlə, həmin əraziyə uyğun gəlmir. Burada yerləşir Hekla vulkanı. Sonra Fudziyama. Fudziyama həmin o Sakit Okean qövsü zonasına uyğun gəlir. Amma Hekla burada imkan vermir ki, düzgün cavab kimi götürək. Sonra B variantına yenə Hekla imkan vermir. Halbuki Ruapehu, buradakı vulkan, bunu da Sakit Okean qövsünə aid edə bilərik. Uyğun gəlirdi. B variantda belə getdi. C-yə baxıram. C-də deyir Kalyuçe sopkası. Kalyuçe sopkası Kamçatka yarımadasına yerləşir. Bir bu, götürdüm onu. İkinci, bu uyğun gəlir. İkincisi Fudziyama. Fudziyama da uyğun gəlir. Fudziyama bayaqları burada göstərdiyim vulkandır. Adı oxunmur indi Fudziyama.
Bu da ikinci vulkanımız. Elə cavabımız burada C olacaq. Hər ehtimala qarşı digər variantlarda baxaq. Burada deyir Vezuvi. Vezuvi vulkanı yerləşir Avropada. Sakit Okeanın odlu qövsü hara? Vezuvi vulkanı hara? Sonra San Pedro. San Pedro da yerləşir Cənubi Amerikada, bu ərazilərdə. D variantı belə getdi. Sonra Y variantına baxırıq. Y variantında var Kilimanjaro vulkanı. Kilimanjaro vulkanı Afrikadadır. Afrikada yerləşir bu ərazidə. Bir də var Krakatau. Krakatau vulkanında harada yerləşirdi? Yerləşirdi Sakit Okean odlu qövsündə. Yadımdan çıxdı. Deməli 32-ci suala baxırıq. Avrasiya materiki hansı iri platformalardan ibarətdir? Bu xəritənin üstünü göstərəcəm. Birinci silək buraları. Avrasiya materiki hansı iri platformalardan ibarətdir? A variantına verilib Cənubi Çin, Sibir və Kamçatka. Misal üçün, bax, burada Kamçatka ümumiyyətlə yəni iri platformaya uyğun gəlmir Kamçatka. Kamçatka balaca bir yarımadadır. Necə ola bilər ki, iri bir platformaya uyğun gəlsin? Kamçatka yarımadası burada yerləşir. Sonra B variantında Sibir, Hindistan, Himalay. Hər şey çıxıram qırağa. Himalay deyə bir platforma. Yəni necə mümkün ola bilər? Himalay dağları hal-hazırda ən aktiv seysmik dağlardır. Bu ərazilərdə iri platforma olmağı mümkün deyil. Geosinkronal ərazidir ümumiyyətlə Himalay dağları. İki variantımız belə getdi. C-yə baxıram. C-də deyir ki, Ərəbistan, Şərqi Avropa, Qafqaz. Qafqaz da elə Himalay haqqında dediyim həmin o sözlər Qafqaza da aiddir. Uyğun gəlmir. İşte ön Qafqaz olsaydı, bu bir platformaydı. Ön Qafqaz bir platformadır, amma cavan platformadır. Yəni çox da iri platforma deyil. C variantı da belə getdi. D-də Sibir, Şərqi Avropa və Ərəbistan. Bu tamamilə uyğundur. Sibir ərazisi bu ərazilərdə təxminən üzr istəyirəm. Bu ərazilərdə təxminən Sibir. Orta Sibir var, bir də Şərqi Sibir var. Sibir platforması da burada nəzərdə tutulur. Şərqi Sibir deyəndə isə bu ərazilər. Üzr istəyirəm. Sibir deyəndə güzel şey biraz. Sibir deyəndə bu ərazilər nəzərdə tutulur. Qərbi Sibir deyəndə isə bu ərazilər. Qalan isə şərqi hissəsi sayılır. Bu getdi öz yeri üçün. Sonra Şərqi Avropa. Şərqi Avropa bilirik ki, platformadır. Sibir də platformadır. Həmçinin Ərəbistan da bildiyimiz kimi platformaya uyğun gəlir. Bu Ərəbistandır. Bura Sibir, burada Şərqi Avropa. Bu cavab tamamilə doğrudur. 32-də cavab D. 32-də Y variantına baxaq hər ehtimala qarşı. Yenə Alp-Himalay. Alp-Himalay bir seysmik zonadır. Seysmik zonanı iri platformaların içində verməkləri uyğun deyil. Keçirik 33-cü suala. Bu xəritədən yenə istifadə edək. Bu xəritədən nə qədər maksimum istifadə etmək mümkünsə, axıra kimi istifadə edək. 33-də deyir ki, seysmik qurşaqlarda yerləşən dağlıq yaylalar. A-dakı Tibet seysmik qurşaqda yerləşir. Alp-Himalay dağlıq qurşağında yerləşir. Tibet təxminən buralardadır. Bu düzdür. İkinci gəlir Əhəqqar. Əhəqqar bu ərazilərdədir. Əhəqqar, Tibetçi, Darfur kimi orada yaylalar var. Seysmik qurşaq deyil axı ora. Yəni sabit ərazilərdir, həmin ərazilər platform ərazilərdir. Əhəqqar uyğun deyil. Sonra Braziliyada uyğun deyil. Braziliyanı göstərməyə ehtiyac varmı bilmirəm. Braziliya yaylası burada yerləşir. O da uyğun deyil. A variantı getdi belə. B-yə baxıram. B-də deyir Meksika yaylası. Meksika yaylası seysmik qurşaqda yerləşir. Qərb hissəsi yerləşir daha doğrusu. Bunu götürə bilərik. Yəni bu variant doğru olacaq. Həmçinin İran. İran seysmik qurşaqda yerləşir. Alp-Himalay seysmik qurşağında yerləşir. Meksikadakı Ant-Kordilyer seysmik qurşağında yerləşir. Bax, buradakı ərazidə yerləşir Meksika. Sonra gəlir Anadolu. Anadolu da bu ərazide yerləşir. O da Alp-Himalay seysmik qurşağına uyğun gəlməkdədir. Cavabımız elə burada. B variantdır. Çox da uzatmağa mənası yoxdur. Digərlərinə
özünüz xəritədə baxa bilərsiniz. Keçək növbəti suala. 34-cü sual. 34-cü sualda bizdən istənir ki, sxemdə litosfer tavalarının hansı vəziyyətdə təsvir olunub, onu göstərməyimizi istəyir. Baxıram ki, biri soldan, biri də sağdan gəlib, toqquşub, 2 dənə litosfer tavasıdır. Burada bunu kolliziya hadisəsi deyilir. Abituriyentlər üçün qeyd olunmur o qədər də. Yəni kolliziya hadisəsində görürəm ki, ikisi gəlib toqquşdu. Burada dağlar yarandı. Bu iki materik tipli tavanın toqquşması nəticəsində belə bir şeylər baş verir. Materik tavalarının toqquşmasıdır. Burada cavab. Bunun altındakı şəklə baxanda isə görürük ki, tava digərinin altına keçir. Yəni burada ikisi də gəlir bir-birinə toqquşsun, bir yüksəklik yaratsan, elə bir şey yoxdur. Bunun altına düşür bir növ. Altına düşür, sonra bunu qaldırır. Bir növ. Deməli, bir litosfer tavası digərinin altına keçirsə, ondan yüngül olduğu bizə məlumdur. Yüngül necə ola bilər? Deməli, bu qranit qata malikdir. Qranit qata malikdir və materik tipli tavadır qranit qata malikdirsə. Yüngüldürsə, bunun qranit qatı yoxdur. Qranit qatı bunda yoxdur. Deməli, bu da okean tipli tavadır. Gəldi, toqquşdu. Yüngül olduğu üçün ağır olan tavanın altına keçir və yüksəltməyə başlayır onu. Ona görə də okean tipli və materik tipli, okean və materik tipli litosfer tavalarının toqquşması deyəcəyik biz buna. 36-cı sual. Braziliya və Qviyana yaylaları tektonik cəhətdən uyğun gəldiyi ərazilər. Braziliya və Qviyana yaylaları adına da məlumdur ki, yayladır. Hündürlüyü təxminən 500 metrdən artıq olan ərazilərdə, platformalarda olur yaylalar. Düzənliklərdir. Yəni düzənliklər 3 cür olurdu. Ovalıq, yüksəklik və yayla. Tektonik cəhətdən uyğun gəldiyi zaman platformanın qalxan sahələridir. 500 metrdən yüksəkdir ki, bir ərazi o qalxan sahəyə təbii ki, uyğun gələcək. Nəinki əyilmə sahəsinə. Cavabımız C. Keçirik 37-ci suala. Okean və materik tipli yer qabıqlarının oxşar cəhətləri. Birincisi, hər ikisi kaynozoida formalaşıb. Yox, daha qədimə gedir bunların formalaşmağı. 2. Hər ikisinin çökmə sur qatı mövcuddur. Bəli, hər ikisində çökmə sur qatı mövcuddur. 3. Hər ikisi seismik cəhətcə sabitdir. Seismik cəhətcə sabit deyil. Hər ikisi daim hərəkətdədir. Sadəcə onun mərkəzi hissələri daha sabitdir. Bu da səhvdir. 4. Hər ikisi bazalt qatı üzərində yerləşmişdir. Bəli, hər ikisi bazalt qatı üzərində yerləşir. Bu da doğrudur. 2 və 4. Sadəcə materik tipli də qranit qatda mövcuddur. Amma okean tipli də bu yoxdur. 38-ci sual. Okean və materik tipli yer qabıqlarının fərqli cəhətləri. Nazca litosfer tavasının əsasını təşkil edir. Nazca litosfer tavasının əsasını okean tipli yer qabığı təşkil edir. Materik tipli yoxdur. Bu fərqli cəhət kimi götürə bilərik. 2. Çökmə suxur layı ilə örtülmüşdür. Bunlar hər ikisi aiddir. Hər ikisi çökmə suxur layı ilə örtülüb. 3. Qranit qatına malikdir. Qranit qatına hansı malikdir? Materik tipli yer qabığı malikdir. Onda 3-ü fərqli kimi götürə bilərik. Bazalt qatı mövcuddur. Hər ikisində bazalt qatı mövcuddur. Cavabımız onda olur 1 və 3. Keçir 39-a. Düzgün olmayan ifadəni müəyyən edin. Daş kömür, neft, gil, çökmə mənşəli. Bəli. Daş kömür və neft üzvü, gil isə qeyri-üzvü mənşəli çökmə suxurdur. B-yə baxırıq. Zəlzələ, vulkan, tektonik qalxmalar əsasən tavaların sərhəddində baş verir. Bəli, tavaların sərhəddi seismik zonalara uyğun gəlir. C-yə baxırıq. Mis, qızır, dəmir filizləri maqmatik mənşəlidir. Tamamilə doğrudur. Bizə düzgün olmayan lazımdır amma. D. Kür-Araz, Padan, Korxida ovalıqları geosignal ərazidə yerləşir. Bu da tamamilə doğrudur. Geosignal ərazidə yerləşən ovalıqlara uyğun gəlir. Kür-Araz da, Padan da, Korxida ovalıqları da. Y variantına baxıram. Torf, yanarşist, xörək duzu, qranit, maqmatik mənşəlidir. Burada maqmatik mənşəli olan bizə qranitdir. Digərləri isə çökmə mənşəlidir. Cavabımız Y-dir. Bizdən elə burada düzgün olmayan ifadəni müəyyən etməyimizi istəyirdi. 40-cı sual.
Zaval platformalar üzərində yerləşən böyük düzənliklər. A. Braziliya. Braziliya cavan yox, qədim platforma üzərində yerləşir. Getdi. Sonra B-də Kolxida var. Kolxida o qədər də böyük düzənlik deyil. Həm də platforma yox, geozentikli ərazidə yerləşir. C-də Turan. Turan ovalığı doğrudur, cavan platforma üzərində yerləşir. Bunu götürə bilərik. Daha sonra isə Qərbi Sibir yazılıb. Qərbi Sibirdə cavan platforma ərazisinə uyğun gəlir. Böyük düzənlikdə həmçinin. D-də Dekan yaylası verilib. Dekan yaylası cavan platforma üzərində verilməyib. Yerləşmir daha doğrusu. Qədim platforma üzərində yerləşir. C doğru variantdır. D-yə hər ehtimal qarşı baxırıq. Dekan yaylası yerləşirdi Hindistan yarımadasının üstünə. O da Hindistan, Hind-Avstraliya tavasının üstündə yerləşir. Bu qədim platformadır, cavan deyil. Küraz ovalığı isə seysmik ərazidə yerləşən bir düzənlikdir. Biz onu platforma ərazisi kimi götürə bilmərik. Y variantında isə deyilir ki, Mesopotamiya. Mesopotamiya cavan yox, qədim platforma üzərində yerləşir. Orta Sibirdə qədim platforma üzərində yerləşir. Cavabımız C variantı. 41-ci suala baxırıq. Burada deyir ki, litosfer tavalarının qədim sahələrinə uyğun gələn relyef formaları hansılardır? Litosfer tavalarının qədim sahələri həmin o bu ərazilər litosfer tavalarının sərhədləridir. Yəni ən cavan hissələri, ən mütəhərrik hissələri buralardır. Litosfer tavalarının mərkəzi hissələri, yəni bu həmin o sərhədlərdən uzaq olan hissələri ən qədim sahələrə uyğun gəlir. Bu ərazilərdə nə yayılıb? Geniş düzənliklər yayılıb quruda, şahid dağlar yayılıb, qədim dağlarda aşınıb parçalanıb, şahid dağlar Afrika materikində Tibet, Həqqar, Darfur yaylaları, bunlar şahid dağlar sayılır. Okeanda abyssal düzənliklər, yəni okean yatağı düzənlikləri yayılıb. Görək hansı variantda bunlar verilib. Belə A variantına verilib. Geniş düzənliklər, şahid dağlar. Digər variantda məsələn var qırışıq dağlar. Qırışıq dağlar toqquşma zonasına uyğun gəlir. Toqquşma zonalarına uyğun gəldiyi üçün həmin o qədim sahələr deyil, cavan hissələrdir. Okean çökəkliklərdir, rift dərələrdir. Bunlar da uyğun gəlməz. D-yə baxıram. Okean yatağı düzənlikləri uyğundur, amma materik yamacı yox. Materik yamacı artıq necə deyim, materikin bitdiyi okean tipli yer qabığının materik tipli yer qabığının bitib okean tipli yer qabığının başladığı hissələrə uyğun gəlir. O da bir qarışıqdır. Həm qədim sahəyə uyğun gələ bilər, həm köhnə sahəyə uyğun gələ bilər. Odur ki, bunu götürmək olmaz. Sıra dağlar. Sıra dağlar da biraz geniş anlayışdır. Qədim ola bilər, cavan ola bilər. Onu da götürməyimiz doğru olmaz. Keçirik indi 42-ci suala. Burada deyir ki, qeyzerlərin yayılmadığı ərazilər. İlk öncə biz xatırlamalıyıq ki, qeyzerlər hansı ərazilərdə yayılır? Qeyzerlər İslandiyada, yəni bu xəritə üstündən göstərim. Bunu silək birinci. Qeyzerlər İslandiyada. Bu İslandiya buradadır. Ondan sonra Yeni Zelandiyada. Buradakı xəritədə görmürük. Yox, görürük. Yeni Zelandiyada. Ondan sonra Şimali Amerikada. Şimali Amerikada böyük ehtimal Alyaska ətrafı bu Sakit Okean Otluq qövsü ərazisini deyir. Sonra Kamçatka buradadır. Kimi ərazilərdə bir də İtaliyanı əlavə edirik. İtaliyada da qeyzerlərə rast gəlir. Yayılıb. Onun gəlmədi, İtaliya burada düşür. Bu ərazilərdə qeyzerlər var. Görək, yayılmadığı ərazilər. Misal üçün, birinci deyir A. İndoneziya, Yaponiya və Böyük Britaniya. Bu elə doğru cavab olacaq böyük ehtimal. Digər variantlarda hər ehtimal qarşı baxaq. B-də İsveç, Argentina, İslandiya. İslandiyada yayıldığını demişik. İslandiya var. C-də Avstraliya, Braziliya, Belarus. Avstraliya Yeni Zelandiyaya yaxındır. Ona görə onu götürməyək. Yayılıb sayaq. Yenidən Avstraliya. Biz bunu litosfer tavası olaraq nəzərə aldıq da, Hind-Avstraliya. Sonra
Yerdə İtaliya var. İtaliyada da yayıldığını bilirik. Yəni düzgün cavab kimi A variantını götürəcəyik. Avstraliyada da yayılıb deyəcəklər. Avstraliya, Yeni Zelandiya bir yerdə nəzərə almalıyıq. Sonra sahələri tədricən keçilən okeanları müəyyən edin. Sahələri tədricən keçilən okeanlar qədim okeanlardır. Bu qədim okeanlar hansılardır? Sakit okeandır birincisi. İkincisi də ki, Şimal Buzlu okeandır. 1 və 4. 43-də C. Sonra keçirik 44-ə. 44-də deyir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Belə düşünək də, yəni bu 43-cü sualda Sakit okean və Şimal Buzlu okean bundan məsəl üçün 1000 il sonra indikindən daha kiçik sahəyə malik olacaq. 44. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Afrika tavası və Cənubi Amerika tavasının ayrı-ayrılıqda və oxşar xüsusiyyətləri verilibdir. Afrika tavası haqqında yazılıb ki, daha doğrusu birincidə yazılıb ki, 4 yarımkürədə yerləşir. Yenə də həmin o ekvator, Greenwich və s. çəkək, rahat olsun bizim üçün. Ekvator xətti təxmini bu ərazilərdən keçirdi. Greenwich meridianı bu ərazidən keçirdi. 180 dərəcə meridian təxminən buralardan. Yəni bura Cənubi Amerikaya heç cür tuş gəlmir. Deməli Cənubi Amerika 1, 2 Greenwichdən solda olduğu üçün qərbdə, yəni 3 yarımkürədə yerləşir. Deməli Cənubi Amerikaya uyğun gəlməz birincisi. 1-ə 1. Qərb hissəsi okean tipli litosfer tavası ilə toqquşma zonasındadır. Qərb hissəsi okean tipli litosfer tavası ilə toqquşma zonasında. Afrikaya baxıram. Afrika Cənubi Amerikanın toqquşma zonasındadır, qərb hissəsi. Bu da həm okean tiplidir, həm materik tiplidir, yəni qarışıqdır da bir növ. Amma Cənubi Amerikanın qərbində Naskadır. Naska da ki, okean tiplidir, litosfer tavasıdır. Bu daha çox Cənubi Amerikaya uyğun gəlir. Bura 2-ni yazırıq. Sonra 3-cü. Atlantik okeanın genişlənməsində iştirak edir. Atlantik okeanın genişlənməsində iştirak edir. Atlantik okeanı bu okeandır. Bunun rəngini dəyişək. Buradakı okean Atlantik okeandır. Bu Şimali Amerika ilə Avrasiya, Cənubi Amerika, Afrika. Baxıram ki, Cənubi Amerika qərbə doğru gedir. Afrika da şərqə doğru gedir. Təbii ki, hər ikisi iştirak edir. Bu məntiqlə düşünsək. O zaman hər ikisini götürürük ortaq kimi. 3 getdi bura. 4-cüyə baxırıq. Gondwana qrusunun tərkibində olmuşdu. Gondwana qrusunun tərkibində cənub materikləri olmuşdu. Elə hər ikisi cənub materikidir. Ona görə buna ortaq kimi 4-də götürürük. 3 və 4 ortağa düşdü. Sonra şərqində tektonik çat yerləşir. Afrika materikinin şərqində Şərqi Afrika qırılma zonası yerləşir. Tektonik çat kimi bunu nəzərdə tutur böyük ehtimalla. Cənubi Amerikada elə bir şey yoxdur. Silsiləyə diqqətlə baxsaq görürük ki, elə bir şey yoxdur. Odur ki, bunu Afrikanın xüsusiyyəti kimi götürəcək. 1 və 5. Sonra 6. Ətrafında okean tipli kiçik litosfer tavaları mövcuddur. Naskadır, Karibdir, Kokosdur. Bu Cənubi Amerikaya uyğun gələn xüsusiyyətdir. Bu da cavabımız olur. Deməli, 1-ə uyğun gəlməlidir. 1, 5. Görəm 3 variant buna uyğun gəlir hətta. 2-yə uyğun gəlməlidir. 2, 6. Artıq burada yalnız C variantıdır. Ortaq cəhətdəki 3-dən 4. Cavabımız oldu C variantı. 45-ci suala baxırıq. Burada deyir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Sakit okeanın, burada sakit okean okean kimi götürəcək, həm də tava kimi baxaq. İkisinin ortaq xüsusiyyəti kimi. Həm də şərqi və qərbinin oxşar və fərqli xüsusiyyətləri kimi. Fərqli xüsusiyyətlərini tapmalıyıq. Birinci deyir ki, yüksək seismiklik, aktiv vulkanizm özünü göstərir. Həm bu qərb hissədə, həm bu şərq hissədə bu var. Yəni, yüksək seismiklik və aktivlik müşahidə olunur. 3-ə 1 getdi. Subduksiya zonası hesab olunur. Hər ikisinə aiddir subduksiya zonası olması. Sonra gəldik 3-cü. Sıra dağlar tam zolaq şəklində uzanır. Sıra dağlar Sakit okeanın bu şərq hissəsində zolaq kimi uzanır. Hansı dağlardır? Karger dağları uzanırdı. Deməli, Sakit okeanın şərq hissəsinə 3 uyğun gəldi. 4-cüyə baxaq. Çoxsaylı adalar qövsü yaranıb. Çoxsaylı adalar qövsü daha çox qərb hissədə yayılıb. Burada Kuril adaları var.
Filippin adaları var, Luzon və Mindanao və s. və axır kimi adalar var burada. Qərbinə uyğun gəldi. Sonra dünyanın ən dərin çökəkliyi yerləşir. Dünyanın ən dərin çökəkliyi Marian çökəkliyi bu ərazilərdə yerləşir. Odur ki, onu da qərb hissəsindən yazırıq. 6-cı. Nazca, Kakos kimi kiçik litosfer havaları ilə sərhəd zonasındadır. Nazca, Kakos kimi bu kiçik litosfer havaları Sakit Okeanının şərqinə uyğun gəlir. Elə burada daha çox litosfer havasına uyğun gəlir sualımız. Okean kimi yox. Ona görə də 1-ə olacaq 3, 6, 2-yə 4, 5, 3-ə də ki 1, 2. Cavabımız oldu B variantı. Sonra baxırıq 46-cı suala. 46-cı sualda deyilir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Orta okean dağ silsilələri və Alp Himalay qurşağının ortaq və fərqli cəhətləri. Orta okean dağ silsilələri. Birinci deyək, materik havaların toqquşma zonasına uyğun gəlir. Alp Himalay qurşağı materik havalarının toqquşma zonasına uyğun gəlir. Yəni xəritə üzərində baxaq. Bu qədər də yaxşı verilməyib bu hissədə. Eyb yox. Sonra seysmik cəhətdən fəal zonalar hesab olunur. Hər ikisi seysmik cəhətdən fəal zonadır. Əsas Alp Himalay qurşağı, Ant-Kordilyer dağ qurşağı, Orta okean dağ silsiləsi, Sakit Okean odluq qövsü əsas seysmik cəhətdən fəal zonalar hesab olunur yer üzərində. Sonra 3-cü. Nəhəng morfostruktur relyef formasıdır. Morfostruktur var idi, bir də vardı morfoskulptur. Morfostruktur endogen proseslərin nəticəsində yaranırdı. Morfoskulptur isə artıq endogen yox, eksogen təsirlərin nəticəsində, günəşin, küləyin, suyun nəticəsində və s. yaranırdı. Hər ikisi nəhəng morfostruktur relyef forması sayılır. 2 və 3 oxşar cəhətlərdir. Sonra 4-cü. Litosfer havalarının divergent sərhədlərində formalaşır. Litosfer havalarının divergent sərhədində, yəni ayrılma zonalarında, bunu ən çox biz görürük Atlantik okeanında. Məsəl üçün, Cənubi Amerika qərbə gedir, Afrika şərqə gedir, Avrasiya şərqə gedir, Şimali Amerika qərbə gedir. Yəni ayrılma zonasında Orta okean dağ silsilələri yaranır bu ərazidə. Divergent sərhəddə də Orta okean dağ silsilələrinin xüsusiyyətini yazırıq. 5. Bəzən su səthinə çıxaraq vulkanik adalara əməl gətirir. Bunun ən yaxşı nümunəsi İslandiya adası sayılır. İslandiya adası görürsünüz. Burada İslandiya adası yerləşir. Burada Azor var burada. Müqəddəs Yelena var. Burada Voznoseniya adası var. Bunlar su səthinə çıxaraq vulkanik adalara əməl gətiriblər. Yəni həmin o vulkanik adalardır. Orta okean dağ silsilələrinin işidir. 5. Denudasiyaya daha çox məruz qalır. Denudasiya nə idi? Denudasiya küləyin, günəşin və s. və axır xarici amillərin təsir nəticəsində dağların aşınması idi. Təbii ki, Alp Himalay dağlıq qurşağı buna daha uyğun olacaq. Deməli, 1-ə uyğun gəlməlidir. 4 və 5. 4 və 5. 2-yə 1 və 6. 3-ə də 2 və 3. Cavabımız oldu Y variantı. 47-ci suala keçdik. 47-ci sualda Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən etməyimizi istəyir. Platforma və geosinknal. Bunların ortaq və fərqli cəhətləri yenə. Birinci baxaq. Litosfer havalarının sərhəddində yerləşir. Geosinknal ərazilər yalnız və yalnız litosfer havalarının sərhəddində yerləşir. Platforma isə onların mərkəzinə uyğun gəlir. Bunu artıq birinci dəfə demişəm, yenə də deyəcəm. Xatırlatmaq üçün. İkinci, litosfer havaların mərkəzində yerləşir. Platformalar litosfer havaların mərkəzinə yerləşir. Suxurların üfüqi yatım forması daha geniş yayılıb. Suxurların üfüqi yatım forması uyğun gəlirdi platforma ərazilərinə. Cavan dağlıq ərazilərə, dördüncüyə baxırıq. Cavan dağlıq ərazilərə və novlara uyğun gəlir. Bu geosinknaldır, yenidən xüsusiyyət kimi. Qalxma və enmələrə məruz qalır. Hər ikisi qalxma və enmələrə məruz qalmaqdadır. Baxmayaraq ki, platformadır, baxmayaraq ki, geosinknaldır. Cavabımız olur 1-ə 2 və 3, 2-yə 1 və 4, 3-ə də ki 5 A variantı.
Burada Avropanın xəritəsi verilmək istəyib. Xəritə sxeminə əsasən vulkanlarla bağlı uyğunluğu müəyyən edin. Görək nə verilmək istəyib burada, təxmin edək. Bir Hekla, 2 Vezuvi, 3 Etna. Hekla, buradakı Hekla C-yə uyğun gələcək. Vezuvi B-yə, Etnadakı A-ya. Etna adada yerləşir, Vezuvi isə materikdə. Hekla deməli nəyə uyğun gəldi? 1C-yə. 1C-yə 2 variantım var. Sonra B-yə nə uyğun gəldi? Vezuvi uyğun gəldi. Vezuvi 2-yə B, 3-ə də A. Etna adada yerləşir. Sonra 49-cu sual. Himalay dağları əmələ gəlmişdir. Bizdən bunu soruşur. Himalay dağları əmələ gəlmişdir Avrasiya və Hind-Avstraliya litosfer havalarının toqquşmasından. Burada uzatmayacağım söhbəti, yəni bu iki litosfer havasının toqquşması nəticəsində əmələ gəlib. 50-ci suala baxırıq. 50-ci sualda deyir ki, fəaliyyətdə olan vulkanların ən çox yayıldığı ərazilər. A variantda yazılıb İslandiya. İslandiya doğrudur. İkinci variantda yazıb, ikinci olaraq yazıb Pirney. Pirney yarımadasına baxıram, heç bir fəaliyyətdə olan vulkan yoxdur burada. Deməli, bu səhv cavabdır. Qərib sifirə baxmağa ehtiyac yoxdur. B-yə baxırıq. Kordilyer. Kordilyerdə var olmağına, yəni bu ərazilər olmağına var, amma o qədər də çox yayılmayıb. Biz yenə də bunu dəyməyək, qoy qalsın. Sonra İslandiya. İslandiyada yayılıb. İslandiyada çoxdur vulkanlar. Eyjafdır, Bardamburgadır, Hekladır, Katla da var sonra. İslandiya qalsın. Sonra gəlir Viktoriya səhrası. Viktoriya səhrası Avstraliyadadır. Avstraliyada bir dənə də olsun vulkan yoxdur. Bircə onun yanında Yeni Zelandiyada Ruapehu vulkanı var. Viktoriya səhrası da cavabı körlüyür. C-yə baxın. Böyük Qafqaz. Böyük Qafqazda sönmüş vulkanlar var. Elbrusdur, Kazbekdir. Fəaliyyətdə olan vulkan yoxdur Böyük Qafqazda. Böyük səhrada sonra bu ərazilərdə fəaliyyətdə olan vulkan yoxdur. Sonra Himalayda fəaliyyətdə olan vulkan yoxdur. D variantı. Braziliya yaylası. Braziliya yaylasında fəaliyyətdə olan vulkan yoxdur. And dağlarında var. Apeni yarımadasında da var. İndi bir balaca xəritəni silək. Lazımımız olacaq. Baxıram. Asiyanın Sakit Okean sahilləri. Asiyanın Sakit Okean sahilləri. Görürük ki, nə qədər burada vulkanlar var bu ərazidə. Xeyli vulkanlar var. Deməli, bu doğru olacaq. Asiyanın Sakit Okean sahilləri. Sonra Cənubi Avropa. Cənubi Avropa Etna, Vezuvi, Stromboli bu ərazilərdə olan vulkanlar uyğun gəlir. Sonra ən sonuncusu da And dağları. And dağlarında baxırıq ki, bu ərazilərdə xeyli belə vulkanlar mövcuddur. Cavabım oldu Y variantı. 51-ci sual. 51-ci sualda deyilir ki, fəaliyyətdə olan vulkanların mövcud olmadığı ərazilər. Fəaliyyətdə olan vulkanlar ümumiyyətlə və ərazilərdə yoxdur. Yenə xəritənin üzərinə baxaq. Birincisi Ural dağlarıdır. Ural dağları təxmini uyğun gəlir bu ərazilərə. Görürəm ki, heç bir vulkan görünmür xəritənin üzərində. Deməli, bu uyğundur bizə. İkinci Böyük Səhra. Böyük Səhrada heç bir vulkan yoxdur. Onu da götürə bilərəm. 1-2. Əslində cavabı məlumdur, amma yenə də baxaq. Üçüncü And dağları. And dağlarında fəaliyyətdə olan vulkan mövcuddur. Onu götürə bilmərik. Sonra Zonda dağları. Zonda dağlarında fəaliyyətdə olan vulkan nə qədər desəm var. Gerinci, Semeru, Akuna və s. və axır. Bunu da götürə bilmərəm. 5-ci Mərkəzi Amerika. Mərkəzi Amerikada da bu ərazi Mərkəzi Amerika regionu. Həddən ziyadə çoxdur bu cür vulkanlar fəaliyyətdə olan. Ən sonuncu, bunu qeyd etmişdim bayaqlar ki, Avstraliyada
Aktiv vulkan yoxdur. Yalnız və yalnız Yeni Zelandiyada var. Ona görə cavabım olur 1, 2, 6. 51-də cavab C. Sonra 52-ci suala baxırıq. Burada deyilir ki, Göstvari adalar qrupu hardan əmələ gəlir? A variantı. Avrasiyanın şimal buzlu okean sahillərində. Burada Göstvari adalar yaranmır. Göstvari adalar qrupu haddən yaranır. Okean tipli litosfer tavası ilə materik tipli litosfer tavasının toqquşma zonasında Göstvari adalar qrupu yaranır. 53-cü sual. Orta okean dağ silsilələrinin yaranmasının səbəbi. Orta okean dağ silsilələri bundan əvvəl də dediyimiz kimi litosfer tavalarının bir-birindən uzaqlaşması nəticəsində yaranırdı. A-da yazılıb ki, Yeni okean səviyyəsinin aşağı düşməsi bu uyğun deyil. Materik və okean tipli litosfer tavalarının toqquşması bu uyğun deyil. Onda yaranırdı. Nə yaranırdı? Bayaq dedik, Göstvari adalar qrupu yaranırdı. C-də materik tipli litosfer tavalarının toqquşması, bunda qırışıq dağlar yaranırdı. Okean tipli litosfer tavalarının bir-birindən uzaqlaşması və yaxud da ayrılması, divergent zona. Bu doğrudur. Yerdə isə deyir ki, geosinkronların platformalara çevrilməsi. Belə şəraitdə orta okean dağ silsiləsi yaranmır. 54-cü suala keçirik. Oxumaq mümkün olur mu 54-ü? Müasir geoloji dövrdə Sakit okean sahəsinin tədricən kiçilməsinin səbəbi. Buradakı xəritə üzərində bunu rahatlıqla göstərə bilərik. Bilirik ki, Avrasiya materiki şərqə doğru hərəkət edir. Antarktida materiki Cənubi Amerika qərbə doğru, Şimali Amerika qərbə doğru hərəkət edir. Bunlar bir-birinə sanki get-gedə yaxınlaşırlar. Burada da hansı okean yerləşir? Sakit okean yerləşir təbii ki. Bunların arasındakı bu məsafə azaldıqca təbii ki, sakit okean kiçiləcək. Ada deyir ki, Avstraliya və Şimali Amerika litosfer tavalarının bir-birlə toqquşması. Avstraliya və Şimali Amerikanın bir-birinə toqquşması o qədər də mümkün görünmür. Digər real variantlara baxaq. B. Antarktida və Şimal buzlu okean litosfer tavalarının təsiri. Antarktida buradadır. Şimal buzlu okean litosfer tavası burada. Yəni bunların elə bir əlaqəsi yoxdur. Sakit okeana. Orta okean sıra dağlarının intensiv inkişafı. Orta okean sıra dağları bütün okean tipli litosfer tavalarında var. Amma ki bu böyüməyin nəticəsidir. Kiçilməyin yox. Atlantik okean misal üçün böyüyür. Ortasına da burada orta okean sıra dağları keçir. Daim də böyüyür. Sonra D. Materik tipli litosfer tavalarının sakit okean litosfer tavası ilə toqquşması. Bunu deyə bilərik. Materik tipli litosfer tavalары okean tipli litosfer tavası ilə toqquşur. Hərəkət edir ki, toqquşur. Əslində səbəb kimi o qədər də yaxşı variant verilməyib burada. O qədər də yaxşı cavab verilməyib. Amma ən uyğunu da budur. Alp Himalay dağlıq qurşağında seismik proseslərin formalaşması. Alp Himalay dağlıq qurşağı yerləşir bax bu ərazilərdə. Bunun sakit okeanla nə əlaqəsi? Sonra, mənşələrinə görə Avrasiya materiki üçün yad olan qədim platformalar qrupunu müəyyən edin. Yadımıza salırıq ki, Hindistan, Hind-Avstraliya platforması toqquşmuşdu. Himalay dağları yaranmışdı, Ərəbistan tavası toqquşmuşdu, Qafqaz dağları yaranmışdı. 5 və 6 bu Avrasiya materiki üçün yad platformalar qrupu hesab olunur.